Salam dostlar, bugünkü videoda oxşarlığa aid maraqlı bir sualın izahını 10-cu sinif şagirdi Rişad Əhmədli izahını verəcək. Qeyd edim ki, sualı lövhəyə yazmışdım, şagirdlərin öhdəsinə buraxdım. Rişad elə yerdə bunun izahını verdi. Düşündüm ki, elə bunun çəkilişini də aparsam yaxşı olar. Rişad, bu əvvəlcə izah eləmişdinsə, o qaydada izah elədim. Birinci soru alfa, soru beta yazar. Bəli. Və burada 90 dərəcə Betdən hara yazdıq? Sev canına. yazır. Biraz yaxşı. S'yə yaxın yazdıq, yaxşı yerə yazmamız. Sev canına. Aha. Və burada 90 dərəcə olduğuna görə alfa plus beta Bərabərdir 90 dərəcə. Əla. 90 dərəcə olur. Sonra bura baxırıq. Burada 90 dərəcə süzəl var. Ona görə bura beta olur. Bura beta, burada 90 dərəcə olduğuna görə burada alfa olur. Bəli, orada alfa qalır. Və burada MBSK düzəl söylüyoruz. Alfa 90 dərəcə, bura beta olur. Orada beta qalır, Və bəli. bura beta 90 dərəcə, bura alfa olur. Betanı yaxşı yaz, qoy bilinsin ki, betadır. Betanın buyruğunu uzat biraz. Aysa. Beta. Burada alfa, bəli. Sonra Sonra biz oxşal yazsaq. hansı üçcanlar oxşardı orada? A, F, E, Bəli, alfadan başlayan Bəli. K, Y, S. yaxşı. Üçbucaq, bəli. A, F, M. Oxşardır nəyə? Üçbucaq nəyə? K, Y, S. Üçbucaq işarəsini qoy, bəli. K, Y, S, bəli. Üçbucaq Sonra işarəsini biz qoyuram. Üçbucaq K, Y, S yazılır. A, F böl A, F, hə, bölünsünlər. K, Y. Bərabərdir. Bəli. Bölünsün. Y, S. Aha. Bu da A, bərabərdir. M. Bölünsün. Nə olacaq? K, S. K, S. İndi orada nələr verilir bizə? Sonra A, F 6, Y, S 2 verir. Bəli. Burada yazılır. Verilənləri yazsaq. A, F 6. Bu tərəfdə deyən yaz, bunu görsünlər. Ya da ki, qolumuza hə. Hə, A, F 6 yazılır. bəli. Və Y, S 2 verir. Aha. Sonra Burada sonra düz bucağı tuza görürük. MK, MF bərabər K, Y olur. düzcaqlı üçcaq yox, düzbucaqlı. Düzbucağı. Düzcaqlının baş tərəfləri bəli, paralel və bərabərdir. Bəli, MF ilə KY-yə nə deyir? Bərabərdir. Ona görə də çarpaz vursaq, orada nə olur? Bu ikisi birbirine Bəli. bərabərdir. Bunun yeri x ola bilər. Zaten fərqi yoxdur. Olacaq elə FM-in kvadratı, hə yaxşı x yaz. Bölünsün, x bölünsün 2. Sonra burada çarpaz vuranda x kvadratı bərabərdir 6 bölü 2 olur. Bu da 12 yazsaq birbaşa. X kvadratı 12-dir, hə. Sonra x X də bərabərdir, 12 bəli. olur. Aynen. Sonra 2 6 12'ni atsaq 4 bölü 3, 4 bölü 3'ün yerine də 2 6 3 yaza bilərik. Bəli. Tamam. Təşəkkürlər.